Salam, mən Həsənova Vəfa, Lux International Hospitalın pediatr həkimiyəm. Bugün sizə uşaqlarda öskürək hansı hallarda dərhal həkimə müraciət etmək lazımdır, ev şəraitində öskürək simptomunun azalması üçün nə edə bilərik suallarını cavablandıracağam. Əvvəla onu bilməliyik ki, öskürək bir xəstəlik deyildir. Virus infeksiyası zamanı yığılan selin tənəffüs yollarından çıxarılması üçün olan bir qoruyucu refleksdir. Xüsusən kiçik yaşlı uşaqlarda tənəffüs yollarını tutan sellik çətin təmizləndiyindən yuxarı tənəffüs yolu infeksiyalarından sonra öskürək simptomlarını çox tez-tez müşahidə edirik. Öz başına öskürək siropları başlamaq, qonşu uşağa yaxşı gəldi deyib həmin siropu öz uşağına vermək məsləhət deyildir. Çünki xüsusilə az yaşlı uşaqlarda sekresiyanın tənəffüs yollarından çətin çıxarıldığını nəzərə alsaq, həmin siroplarla biz öskürəyi həm artıra bilərik, həm də uşağın sekresiyadan daha tənəffüsünün çətinləşməsinə və boğulmasına səbəb ola bilərik. Ev şəraitində, əlbəttə ki, həkim nəzarəti altında öskürək simptomlarının azalması üçün biz nə edə bilərik? Birinci, mütəmadi burun təmizliyi. Bu, həm uşağınızın rahat yatması üçün, həm də ki, tənəffüsünün rahatlaması üçün yardım edəcəkdir. İkinci, uşağa bol maye vermək. Üçüncüsü, otaq nəmliyinin normal dəyərlərdə olması. Dördüncüsü, əgər uşağımız 1 yaş üzəridirsə, qida əlavəsi olaraq bal verilməsi. 5 və ən əsası, pediatr nəzarəti altında vaxtında başlamış inqalyasiya müalicələri. Uşaqlarda vəziyyət tezliklə ağırlaşa bildiyi üçün ilk qiymətləndirmə hər zaman pediatr tərəfindən olunmalıdır.